Əziz şagirdlər, dəyərli valideynlər, bildiyiniz kimi şagird dərsə götürməmişdən əvvəl mütləq ki yoxlayırıq. Həmin yoxlanış əsasında istisnasız bütün şagirdlərə, 7-ci sinifə özəl olan bütün şagirdlərə verdiyimiz bir sual var. Bu sualla övladlarınızla bir tanış edin, görün doğru cavab tapa biləcəklərmi? Məşhur suallardan biridir. Nə 2 üstü 100 çıxılsın 2 üstü 99. Nəyə bərabərdir deyir. Əgər övladlarınıza göstərdinizsə, videonu saxlayıb övladlarınıza bir göstərin, ondan sonra həllinə bir yerdə baxa bilərsiniz. Baxaq. Bunun bir neçə yolu var. Birinci yol, ən bəsit yol nədir? 2 üstü 100-ü yaza bilərəm. 2 vurulsun, yəni 2 üstü 1 vurulsun, 2 üstü 99. Çıxılsın 2 üstü 99. Hər ikisində 2 üstü 99 var deyə çıxartdığım zaman mötərizə xaricinə 2 üstü 99-u çıxardım. Qaldı mötərizə daxilində 2 çıxılsın. Eyni ifadəni çölə çıxardıramsa, yəni bölürəmsə olur 1. Olur 2 üstü 99 vurulsun. 2 çıxılsın 1 edir 1. 2 üstü 99 vurduğumuz zaman 1-ə o da edəcək 2 üstü 99. Yəni 2 üstü 100-dən 2 üstü 99-u çıxardığımız zaman 2 üstü 99 qalır. Bu qədər bəsit. Bir də bunun loru izahı var. Nədir loru izahı? Məntiqən baxın, bu nə deməkdir? 2 vurulsun 2 üstü 99, çıxılsın 2 üstü 99. Normal olaraq 2 dənə A-dan bir dənə A-nı çıxdığımız zaman nə qalır? A, yəni 2 üstü 99 qalacaq.